Demək, uşaqlar yazın. 9677-ci sual. Yazın, demək, hərbidə uşaqlar adətən, demək, 5 yaşından 55 yaşına qədər hansı motivə qazlardan və yaxud əlif qazlardan istifadə edə bilərlər? Demək, sizə sualların variantlarını sadalayıram. A variantı, demək, PDF-dir, PDR-dir. Bu A variantı. B variantı, FDR, BDR, PDR-dir, RBDR. Bu, demək, B variantı və C variantı. FDR, GDR, PDR, RDR. Treşi. Onu bir də deyim. Demək, PDR, FDR, GDR, ZDR, BDR, DDR. Treşi. Treşi deyəndə, yəni ki, treşi. O nəzərdə tutulur. Demək, növbəti sualımız. Azimut əgər 90 dərəcə istifadə edilərsə, 5 kilometrdən məsafəni keçəndən sonra 100 kilometr nəyə bərabər olacaqdır? Nəyə olacaq? Sizcə nəyə olacaqdır? Əlbəttə ki, 0 kilometr. Əlbəttə ki, 0 kilometr. Çünki lom kimi qurturacaqdır yerində, bir neçə dəfə. Demək, növbəti sualım. 7 yaşından 28 yaşa qədər qızlar adətən hansı protivogazlardan istifadə edə bilərlər? Yaz. Variantlar demək. Bu sual 5 variantdan ibarətdir. A, B, C, D və E. Demək, A variantı. HDR, FDR, BDR. Bu A variantıdır. B variantı yaz. CDR, GDR, BDR, ZDR. Bu B variantı. CDR, BDR, GDR, ZDR. Bu B variantıdır. C variantı yaz. C variantı. GDR, BDR, ZDR. Bu C variantı. Və deyəsən, demək, D variantı yaz. CDR, PDR, RZDR, BDR. Treşi. Və D variantı. RDR, PDR, RZDR, 2 dənə tri və şi. Nə hansı bu müəllim? Əlbəttə ki, B variantı. RZDR, PDR, RZDR, GDR, treşi. Yenə də D variantı. Bugünkü dərsimizdə belə başlayacaq. Öyle bir şey. Sonra bakalım.